Hörmətli izləyicilər və Azərbaycan Respublikasının Prezidenti. Mən Ələsgərov Vüsal İlqaroğlu, Ələsgərova Əsmər Mahir qızın etibarnaməsinə əsasən danışıram. Və sizə bildirmək istəyirəm, artıq 2 ilə yaxındır ki, bizim cənab Prezident sizə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Əli Nağıyev Nağıoğlu. Biz sizə dəfələrlə müraciət eləmişik, yüzlərlə, minlərlə sizə müraciət telegramlar ünvanlamışıq. Amma buna baxmayaraq, bizim şikayətlərimizə baxmırlar. Şikayətim gördüyünüz bu Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi Məktəbinin direktor əvəzi Fəqani Qarayev Elbrus oğlundandır. Həyat yoldaşım Əsmər Ələsgərovanın 30 saatdan 14 saata dərs saatını endirərək və mənə deyir, get kimə deyirsən denən. Və mən dəfələrlə bunu Ağdam rayon prokuroruna Vasif Süleymanova demişəm və müstəntiq Rəsul Nehmətov və Sahil Məmmədli. Sahil Məmmədli mənə deyir, fakt gətir. Hörmətli cənab Prezident, mən bütün video lehlərinin hamısını demişəm. Və burada da bir qrup müəllimlər var. Hamısı mənim həyat yoldaşıma qarşı qara yaxma kampanyalara başlayıbdır və yalan ifadələrlə. Amma buradan demək istəyirəm, hörmətli cənab başçı, sizin də qəbulunuzda olmuşam, sizin də yanınızda olmuşam, mənə məktub göndərmişsiniz. Qanunvericilikdə belə bir şey var. Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti yazılmalıdır. Amma burada yazılır Ağdam rayon İcra Hakimiyyətinin mavini. Bu sənəd, göndərdiyiniz sənəd də doğru düzgün deyil. Fəqani Qarayevin qorunmaq deməkdir. Məktub olaraq bunu eləmişsiniz. Və sizə mən bir fakt göstərmək istəyirəm, hörmətli Vaqif Həsənov. Qoruduğunuz Fəqani Qarayevin, gəlin sizə mən göstərim açıqlamanı. Bəli, bizim Azərbaycan Respublikasının üç rəhli bayrağına baxın. Nimdaş vəziyyətdədir bu bayraq və Türkiyə Respublikasının bayrağı. Özdə bizim bu gördüyümüz bu şəhidimiz Elvin İsazayda Azimoğlu bu üç rəhli bayraq üçün canını qoyubdu. Bu gördüyümüz üç rəhli bayraq üçün. Hörmətli cənab Prezident, dəfələrlə siz bu bayraq Qarabağın hər bir qarışında asıldıqda siz diz çökərək öpmüsünüz. Və mərhum Heydər Əliyevimiz də hər bir zaman bu bayrağa etimad edərək bu bayrağı öpmüşdür. İndi mən demək istəyirəm, Fəqani Qarayev burada rüşvətxorluqla məşğuldur, yoxsa bizim bayrağı nimdaş vəziyyətdə saxlayıb. 5 manatı yoxdur bu bayrağı götürüb orada assın hərəsindən bir dənə. Baxın, hörmətli izləyicilər. Baxın, Ağdam rayon Qaradağlı kəndin Uşaq Musiqi Məktəbinin direktor əvəzi Fəqani Qarayev Elbrus oğlu və onu qoruyan, özəlliklə vurmaq istəyirəm ki, Qarabağ Regional Mədəniyyət İdarəsi rəisi hal-hazırda Aydın Bəşirov, yəqin ki izləyər. Baxın Aydın Bəşirov cənabları. Görün, Adil Kərimli, Mədəniyyət Naziri. Baxın görün, bizim bu üç rəhli bayrağımız niyə nimdaş vəziyyətdədir? Axı bizim bu şəhidimizə, Azərbaycan Respublikasının şəhidinə bu bir etimadsızlıqdır axı. Xahiş edirəm cənab Prezident. Bizim səsimizə səs verin. Fəqani Qarayev Elbrus oğlunun əlimdə yetərincə faktlar var. Bu məktəbin direktor əvəzi cinayət faktları var. Budur bizim bayrağa hörmət və şəhidimizə hörmət. Budurmu? Mən sizə sual verirəm. Xahiş edirəm, bu haqda ciddi tədbir görün. Özəlliklə də Qarabağ Ağdam rayon Qaradağlı kənd icra nümayəndəsi Mehman Məmmədov, sizə də fikrim, Fəqani Qarayevi qoruduğunuz üçün bayraq da bu günə düşür. Və Vaqif Həsənov, Fəqani Qarayevi qoruduğunuz üçün bayraq bu günə düşür. Ağdam rayon prokuroru Vasif Süleymanov, Fəqani Qarayevi qoruduğumuz üçün bizim bayraq bu günə düşür. Bizim bayrağa hörmətsizlik budur. Xahiş edirəm operatordan bayrağı da yaxınlaşdırsın, çəksin bu bayrağı. Görün, bizim bayraq bu günə düşməlidirmi? Diqqətli olun, diqqətiniz bizdə olsun. Çox açıqlamalar olacaq. Təşəkkür edirəm.